dostlar, biz bu günləri CSS-də 6-cı dərsimiz olan listləri necə düzənləmək lazımdır, onların necə formasını dəyişmək lazımdır, onları öyrənmiş olacaq. Yenə də əvvəlki dərslərdə olduğu kimi bugünkü dərsimizdə ilk növbələrdə yenə də Notepad++ proqramını açıram və proqramı açdıqdan sonra gördüyünüz kimi burada mənim hazır HTML və CSS kodlarım var ki, hansı ki indi yazılan tüm kodları bu kod və style tagləri arasında yazmış olacağım. Bildiyimiz kimi iki list tipi var, unordered list və ordered list. Biz bu günləri unordered listdən istifadə edəcəyik. Belə ki, biz normalda bir list yaratdıqda onu və ya nömrəli və ya da nömrəsiz olduğunu görürük. Lakin bugünkü dərsimizdə biz necə listlərin qabaqlarına deyək ki, dairə işarəsini və yaxud da qara dairə içərisi boş və yaxud da qara nöqtəyə oxşar işarəni qoymaqla, həmçinin Roma əlifbasının rəqəmlərini ona necə əlavə etmək lazımdır onu, həmçinin listlərimizi necə ABC kimi nömrələmək lazımdır, onu öyrənmiş olacağım. Bunun üçün isə ilk növbədə mən yenə bir unordered list yaradıram. Bu təqdimin arasında UD deyirəm. UD deyişdən sonra li təqdimin ortasını daxil edirəm və li təqləri içərisinə öz istəyimə uyğun bir söz yazıram. Məsələn, counter adlarımızı buraya yazıram. Məsələn, birinci olsun AC. Yenə də UD təqini bağlayır və yeni bir li üzr istəyirəm. Birinci li təqini bağlayır və ikinci li təqini açılır. Onun içərisində yenə növbəti counter firmasını yazır və yazır Toshiba. Və bir dənə li əlavə edək. O bu da olsun Samsung. Gördüyünüz kimi mən bura 3 dənə counter firmasını yazdım. AC, Toshiba, Samsung. İndi mən bunları heç bir dəyişiklik etmədən diskret vasitəsilə yaddaşa verib bunu browserimizin necə göründüyünü görmək istəyirəm. Bunun üçün RAM bölməsini daxil oluruq, launcher formatı daxil oluruq. Və gördüyünüz kimi burada bir unordered list yarandı. Hansı ki onun qarşısında qara nöqtələrdən ibarət nöqtələr vardır. Lakin mən istəyirəm ki, mənim bu listimin nöqtələr olan yerində qara nöqtələr deyil, deyək ki, bir əlifba işarəsi var. Misal üçün, bunu da onun nəzərini çatdırmasını biz bunlar da yenə əvvəlki dərslərdə olduğu klasslar vasitəsilə edirik. Klassın işarəsi olan nöqtəni bura əlavə edirik və klassa bir ad verir. Deyək, mən A adını verirəm klassa və klassa A adı verdikdən sonra da quyruqlu mötərizə işarəsini açıb bağlarım. İndi isə bunun içərisində listimizin stylını müəyyən edəcəm. Bu isə list style type deyirəm. Type edin sonra başa nöqtə və bura öz listimin tipini və yazıram. Misal üçün deyək, mən bunu istəyirəm circle işi formasında olsun. Bunun üçün list style type circle deyirəm. Və circle-dan sonra nöqtəli vergül yazmağı unutmayın. Və indi isə həmin bu A klassımızı birinci unordered listimizdə tanıtmamız gerekir. Bunun üçün isə birinci UL tagi içərisinə daxil olub, UL-dən sonra bir boşluq buraxıb class sözünü yazıram. Class bərabərlikdə dırnaq şərtləri içərisində desək, indi klassımızın adını, hansı ki buna A adı vermişdim, onu daxil etmək. Gördüyünüz kimi burada yazdığım CSS kodlarını bu listimizdə tanımlatmış oldum. İndi isə kodlarımızı yenə diskret işarəsilə yaddaşa verirəm, browserimizə daxil oluram və burada refresh düyməsini sıxıram. Gördüyünüz kimi ilk əvvəl bu nöqtələrin içərisi qara olduğu halda, indi isə nöqtələrimizin içərisi boşdur. Yəni içərisində heç bir qara nöqtə işarəsi yoxdur. Bundan başqa mən bir neçə list yaratmaq istəyirəm. Bunun üçün isə işi biraz da asanlaşdırmaq üçün birinci listimizi kopya edirəm. Ctrl-C ilə kopya etdim. 2 sətr aşağı düşürüb yapışdırıram. Yenə 2 sətr aşağı düşürüb yapışdırıram. Bir neçə dənə list yaradıram. Çünki mənim burada listimin style'ı harca 5 dənə yapacaq. Ona görə mən 5 dənə list yaradıram. 1, 2, 3, 4 və sonuncusun əlavə edə 5. İndi isə bunların hər birini bura klasslara yazmamız gerekir. Yəni də ikinci klassımızı tanıyalım. İkinci klassımızın adını B deyirəm. B-dən sonra yenə quyruqlu mötərizəmizi açıb bağlayırım. Yenə list style type deyirəm. Type-dan sonra circle-dan sonra növbəti işarəsi Sugar işarəsi olacaqdır. Bu əvvəldə bayaq gördüyümüz işarəyə bənzəyir. Sugar və onu istəyirəm.
və tanımlamış olduqda yenə də bu klassımızı ikinci listimizə tanımlayırım. Hansı bir klassın adını A deyil, BG deyirəm və üçüncü klassımızı bura yazıram. Bunun da adını C deyirəm. Yəni qurulu müfəzzəl şəxsin açıq olmasa list style type deyirəm. Qoşun nöqtəsi qarşısına sonra after romandır ki, bu hansı Roma rəqəmlərlə bu istəyirəm listimizi nömrələsin. Roman deyirəm və daha sonra nöqtəli bölgümüzü yazıram. Və after roman dedikdən sonra isə bu klassımızı üçüncü listimizə əlavə edirəm. Bunun adını dəyişib C edirəm. Və dördüncü klassımızı olan D-ni bura daxil edim. Yenə də qrup mərkəzinin başlıqlarında list style type qoşun nöqtə. Daha sonra isə bu after alfadır. Hansı ki bizim listimizi ABC deyə nömrələdir. Lakin balaca ABC-lər deyil, böyük ABC-lərə sıralayacaq. Bu D. Və sonuncu klassımız olan i-ni burada daxil edim. Klass i type qoşun nöqtə lower deyirəm. Daha sonra nöqtəli vergimizi yazmağı unutmuyorum və bunu da sonuncu listimizə tamamlatmış olurum. Gördüyünüz kimi mən burada öz klasslarımı yazdım. Klassları yazdık və onun hər birini öz listimizə daxil etmiş olduq. Daha sonra kodlarını diskret çıxışa verdik. Browserimizə daxil olub sınavı.html refresh verdik. Və refresh verdikdən sonra gördüyünüz kimi burada bir neçə, daha doğrusu 5 listimiz var ki, hansı biz bunları indi CSS vasitəsilə düzenləmiş olduq. Bunları mən yan-yana qoyub sizə bunları göstərmək istəyirəm, hər birinin nə işə yaradığını. Gördüyünüz kimi bu hissəni list style type circle vasitəsilə yerinə yetirmiş olduq. İkinci bölməni isə Sugare bölməsilə yerinə yetirmiş olduq. Daha sonra bu hissəni from hərflərlə sıralamış olan hissəni after alfa vasitəsilə etdik və burada ABC-ni böyük sıralamanı isə after alfa vasitəsilə yerinə yetirdik. Sonuncusunu isə sıralaması ABC balaca hərflərlə lower alfa vasitəsilə yerinə yetirmiş olduq. Bugünkü dərsimiz bununla sona çatdı. Növbəti dərsdə görüşərək.